Dəyərli müştərilərimiz, bu günləri sizə Mehtəbat qəsəbəsində 4 nömrəli məktəbin yaxınlığında belə bir 2 mərtəbəli, şəxsi tikili, 5 otaqlı, şəxsi tikili, tam kubçalı, tam paket kubçalı həyət evimizi sizə təqdim edirəm. Evə daxil olaq, evlə sizi yaxından tanış edeyim. Bura evimizin dəhlizidir. Bu girişdən sol tərəfdə belə bir mətbəxdir. Mətbəx mebeli hamısı qalır içində. Bu girişdən solda bu belə bir geniş yataq otağıdır. Pəncərələri hamısı öz həyətinə baxır. Kombisi, reşotkası, yəni hər bir şey var. Bura keçək. Bura qonaq otağıdır. 2 pəncərəsi var. İkisi də öz həyətinə baxır. İşıqlı evdir. Şəxsi tikilidir. Gözəl təmir olunub. Genişdir. Yəni qonaq otağı çox genişdir, rahatdır. İstilik sistemi kombidir. Dəhlizə də quraşdırılıb kombi. Burası evimizin sanitar qovşağıdır. Bax, belə bir geniş sanitar qovşağı var. Yeri istipoldur. Patoloku podvisnoydur. Hava çəkməyə yeri qoyulub. Şurkası qoyulub. Qalxaq evimizin 2-ci mərtəbəsinə pləkanla. Belə bir fıstıq ağacından pləkan yıxılıb. Pləkanın da, yəni belə deyim də, üstündə pəncərələr var, yəni işıq düşməsi üçün koridora. Bura dəhlizidir, 2-ci mərtəbənin dəhlizi. Dəhlizdə sağ tərəfdə bax, belə bir yatağıdır. Detski yataq deyək buna. Pəncərələrin qabağı hamısı açıqdır. Müayinə yoxdur pəncərələrin qabağında. Ev qoşa daşla tikilib. Belə bir möhkəm evdir. Bax, bu 2-ci bir yataqdır. 2-ci mərtəbənin. Pəncərələrin qabağı hamısı açıqdır. Yəni işıqlı evdir. Patologları bax, belə bir gözəl alçıpanla işləmələrini işlənib. Sonra 2-ci mərtəbənin 3-cü yatağıdır. Bu da çox geniş yataqdır. Bax, belə bir böyük yataqdır. Fikir verirsiniz, yəni mebellər rahatçılıqla yerləşib, sərbəst də yəni hərəkət eləmək olur burada. Amma belə bir geniş yatağı var. Bəzi əşyalar qalmaq şərti ilə satılır. Burası evimizin, belə deyim sizə, balkon hissəsidir. Burada 2-ci mərtəbə üçün sanitar qovşağı, bura yəni düzəltmək olar. Bu da kombi otağıdır, hamısı plastik qabla belə deyim də örtülüb. 1-ci mərtəbədə belə deyim sizə, bir yataq, bir zal, bir mətbəxdir. Sanitar qovşağı. 2-ci mərtəbədə isə 3 dənə geniş belə bir yataqdır. Bir də ki, balkonudur. Mehtəbat qəsəbəsindədir. Tam çıxarışlıdır, kubçalıdır. Kim bu evlə maraqlanırsa, kim Mehtəbat qəsəbəsindən tam şəxsi tikili, kubçalı ev axtarırsa, bizim nömrələrlə əlaqə saxlaya bilər. Sağ olun, salamat qalın.